Deyir ki, vahabilərə bir həftə vaxt vermişəm. Mən vahabi deyiləm. 1 dəqiqə 5 saniyə içərisində belə dinlədim. Yəni burada kim oturub? Buyruqsuz tülkü. Ne deyəcəm özünüz biləcəksiniz ya. Və ikinci xəlifə. Bunu dinləyəndə nə gəldi? İbn Teymiyyə rahmetullahi aleyhin sözü. Həm elmdən məhrumdular, yəni nəqildən, Quran sünnə dəlillərindən, həm də əqildən. Ağılsızdılar. İndi biləcəksiniz ya. Deməli bu bir həftə vaxt verir. Vahabilərə üzümüzü tuturuq. Gələn həftəyə qədər Şey. bir dənə rəvayət gətirsinlər ki, birinci xəlifə Əbu Bəkir və ikinci xəlifə Ömər, cənab Əbu Bəkir və cənab Ömər Fikir sən imkan vermir ha, tülkülüyündən imkan vermir biz izləyək axıra qədər. Hər kəlməsindən tülkülük yaxır. Biz sizdə niyə görə cənab dedi? Cənab Əbu Bakır, cənab Ömər, xanım Ayşə. Bu zahirən belə göstərir ki, sabah təqiyyə edə bilməsi üçün əl yeri saxlayır. Kimsə bunun yaxasından yapışanda ki, sən sahabələr soruşsun ki, o, görmüsən mən deyirəm cənab Ömər, Ayşə xanım. Amma öz şiyəsi gəlib deyəndə ki, sən Ömərə cənab dedi, mən Putinə də cənab deyirəm. Ayşə xanım dedi, deyir, mən Nataşaya da xanım deyirəm. Bu tülküdür ya. Bu sualı niyə verib? Və məhz niyə Əbu Bakır, niyə Ömər? Bu özü tülkülüydü. Deyir ki, bir dənə rəvayət gətirin ki, Əbu Bakır və Ömər dəstəmazda ayaqlarını yuyur. Bilir ki, Osmandan gəlib. Bilir ki, Əlidən gəlib, Əhlüsünnə kitablarından. Bunu bilir, məşhurdur bu. Görüb ki, Əbu Bakırın Ömərdən yoxdur. Deyir ki, mənə Əbu Bakırın Ömərdən gətir ki, o ayaqlarını yuyurdu. Tutaq ki, yoxdur. Bu sual elmi sualdır, yoxsa bir sual var şəriətdə. Öyle sahabə var ki, 30 dənə hədis nəql edib. Öyle sahabə var ki, 100 dənə. Öyle sahabə var ki, 2000 dənə. Öyle sahabə var 3000 dənə. Yəni bu sualın məqsədi nədir? Yəni niyə məhz Əbu Bakırın Ömərdən? Məqsəd nədir? Məqsəd yoxdur. Sadəcə olaraq demək istəyir ki, gətirə bilmirsiniz. Hətta ki, gətirə bilmirik. Və iş orasındadır ki, var. Bir şey ben Musannəfində, Abdurrazzaqın Musannəflərində var ki, Əbu Bakır dəstəmaz aldı ayaqlarını yuydu, Ömər dəstəmaz aldı ayaqlarını yuydu. Var. Tutaq ki, yoxdur. Nə dəyişir ki? Bəli, ustad, buyurun, təəssüflər olsun. Yəni, tanır adam, bağışlayın da ustad. Yəni, bu bizim nailiyyətimizdir, bu bizim müvəffəqiyyətimizdir, əlhamdülillah ki, onların həqiqi o varlığın üzə çıxardırıq ki, onlarda əxlaq deyilən məfhum budur. Buyurun, ustad, söz sizə. Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli alə Muhammed və alə Muhammed. Allah təbarək və teala Qurani Kərimdə öz əziz peyğəmbərinə buyurur ki, biz səni insanlara siracən munira, yəni işıq saçan bir çıraq göndərdik. Yəni nur saçan, həm çıraqsan, nur, sirac, həm də yəni həm özün işıqlısan, həm də digərlərini işıqlandırırsan. Və biz Həzrət Peyğəmbərin həyatında həm o işığı gördük, həm o işıqlandırmağını gördük. Ona görə də Allah Təbarək və Teala buyurur ki, ey Allahın Rəsulu, ey mənim Rəsulum, bil ki, Allahın sənə olan rəhmətlərindən biri də budur ki, səni mehriban, səni şəfqətli, mərhəmətli qərar verdi. Əgər sən daş ürəkli olsaydın, sənin ətrafından hamı qaçardı. Deməli, Həzrət Peyğəmbərinin müvəffəq olmasının meyarı əxlaq idi. Əxlaq idi. Və əgər hər kəs bir dənə ruhani, istisnasız, istəyir bu şiə olsun, istəyir vəhhab olsun, əxlaqdan kənar çıxırsa, yəni o qaydaya əməl eləmir. Siracən muniran deyil bu. Bəli. Yəni bu işıq çıraq ola bilməz. Düz. Bəs deməli hardan bilək bir ilahiyyatçı, bir deməli məzhəbin nümayəndəsi haqdır, bax onun əxlaqını. Düz. Göstərəcək. Gözəl buyurdunuz, həqiqətən çox mənim xoşuma gəldi ki, bunlar əxlaqı kimdən alıblar? Muaviyyədən, Teymiyyədən. Sizi and verirəm Allaha, Həzrəti Peyğəmbər öz deyək ətrafında olanlarla, hətta müxaliflərlə bu formada danışırdı. Nə dedi? Hətta kafirlərlə, quyruqsuz tülkü, nəm tülkü falan. Hər halda zərrə qədər Allah şahidi, Emil müəllim, zərrə qədər biz narahat olmuruq. Bəli, bəli. Elə ona o yaxşı o şəkli qoyurlar. Fəxr edirik ki, İmam Əli əleyhissalamın yolunda əgər zərrə qədər özümüzü layiq də bilirik, kimsə bizə nəsə desin. Düz. Deməli düz yoldayıq, əlhamdülillah. Gördüyümüz işdən düşmən narahatdırsa, deməli düz yoldayıq. Sadəcə bu şəxsin ətrafında olanlara Nara yazığımız gəlir, bəli. Həqiqətən yazığımız gəlir ki, necə aldanırlar və necə də gülürlər. İnanın, Emil müəllim, yəni Allahı şahid tuturuq ki, biz bu sualları ki verdik, qəsdən bu sualları verdik ki, çıxsınlar ortaya. Sadə görsənir bu sual, yəni nə olsun ki, Əbu Bakır ayağını yumayıb. Əgər bu sünnədirsə, fərq yox, bizə gəlib çatmayıb. Yuyub amma burada hədəf var. Yəni, həm də Ömər, Əbu Bakır öldürməyib, ola bilər də onun dediyi kimi bizə gəlib çatmayıb. Deməli, baxın, nəyə görə bu sualı verdik? Bunların bir dənə etiqadı var. Etiqad da budur ki, Həzrət Peyğəmbər buyurur, Aleykum bi sünnəti və sünnəti
xulafa'ir raşidin. Yəni sünnətəl xulafa'ir raşidin. Mən sizi öz sünnəmə və raşidi xəlifələrin sünnəsinə dəvət edirəm. Çox gözəl. Mən Həzrəti Peyğəmbərin sünnəsini hardan əldə edə bilərəm? Hardan? Sahabələr vasitəsilə. Sahabələr. Əhsən, tam. Yavaş-yavaş gedirik qabağa. Ki görün hələ bu sualın arxasında nələr yatıb, hara gedib çıxacağıq. Vay, görəcəklər ki, getdi, məzhəb getdi əldən. Bəli. Diqqət edin. İndi təsəvvür edək. Biz elə bu məsələdə ayağı, dəstəmazda ayağı yumaq məsələsində müraciət edirik sahabələrə. Düz. Görürük ki, sahabələr iki qrupa bölünür. Bəli. Düz. Bəzi sahabələr ayaqlarına məs çəkərmiş. Bəli. Bizim bu barədə bəhsimiz də oldu, geniş danışdıq. Hətta Əl-Muhalla kitabından da gətirdik. Bəzi sahabələr də nə edərmişlər? Ayaqlarını yuyarmışlar. Osman deyəcək. Bizdə şübhə yaranır məs çəkmək barəsində. Görəsən hansı doğrudur? Peyğəmbərin sünnəsi nə olub? 2 dənə Raşidi xəlifəsi var. Mötəbər mənbələrlə hətta bir dənə ilk öncə bunu oxuyaq, ola bilsin desinlər ki, Əli də ayaqlarını yuyurdu. Muhalla bil Asar kitabında bunu təkcə bu şəxs yox, alimlər deyiblər, qəbul edirlər. Kimindir? İbn Həzm Əndəlusinin kitabıdır. Orada birinci cilddə Darul Kutubul İlmiyyədə çap olub, səhifə 301-də. Düz. Gəlir ki, onlar ki, məsh edirmişlər ayaqlarına. Kimlərdir onlar? Düz. Və qad qalə bil-məshi alər-ricleyn. Kim? Cəmaətun minəs-sələf. Yəni, sələfdən olan bir qrup. Kimlərdir onlar? Minhum, o cümlədən Ali bunu Əbi Talib və bunu Abbas, İbn Abbas və Həsən, İmam Həsən və İkrəmə və Şəbi və cəmaətu qeyrihim və bunlardan başqaları. Yəni, mən gedirəm, baxıram sahabələrə, görürəm ki, tanınmış sahabələrin içində ayağa məsləkənlər olub. Bəli. İmam Əli, İmam Həsən, İmam Hüseyn. Və hətta onlar da iddia edirlər ki, sonra dönüb belə bir şey yoxdur. Uydurmadır. Özləri də etiraf edirlər ki, onlar məssi qəbul edirdilər. Əhsən. Öz kitablarında gəlir. Öz kitabı belə, öz kitabları da, yəni Muhalla bil Asar ki, İbn Həzm Əndəlusinin ki, çoxları qəbul, çox mənbə gətirə bilərdim, prosta çox danışmalıyıq deyə mən şey eləyə bilmədim. Əsasların gətirdiniz. Deməli, bu belə. Digər tərəfdən mən müraciət edirəm hara? Müraciət edirəm Osmana. Osman da xəlifə olub, 3-cü xəlifə. Həm də sahabətdir. Aferin, sahabədir. Görürəm ki, çünki xəlifələr daha önəmlidir. Məsələn, onlar höccət olmasında ixtilafları var ki, bütün sahabələr höccətdir söz bizim üçün. Yoxsa 4 dənə Raşidi xəlifəsi, ən azı birincidən ikincini qəbul edirlər və Əlidən Osmanı da ora daxil edirlər. Digərlərində bəziləri qəbul etmirlər. Biraz ikinci dərəcə baxırlar. Amma 100% birinci, ikincini qəbul edirlər. Əhsən. Mənə sual yaranır zehnimdə. Ola bilər, yəni bunlar məss eləyib, Əbubəkirdən Ömər, ola bilər yuyublar. Düz? Çox gözəl. Amma görürəm ki, heç bir mənbə yoxdur. Özdəki işdə əhəmiyyətlidir. Zehnimdə sual yaranır ki, Əli haqdır. Çünki təkcə Əli yox, İbn Abbas falan. Yoxsa Osman. Nə oldu? Nə baş verdi? Niyə bu qədər ixtilaf ki yarandı? Ya Osmandan sonra olub bu ixtilaflar. Niyə Osman barəsində indi oxuyacağıq inşallah. Osman təkcə ayağını yumayıb, hətta ayağına məst edib. Yəni ayağına məs, əvvəllər məs edirmiş. Sonradan fikrini dəyişir. Aferin. Gedirəm, baxıram. Mən bunu sübut eləmək istirdim ki, baxın, inşallah təfsilatınla istəsələr gəlin həftə danışaq. Debata dəvət elədik, gəlmirlər, bəli. Biz bunu sübut eləmək istəyirik ki, bu sualın arxasında bu yatıb ki, ayağı yumaq Osmanın bidətlərindəndir. Bəli, budur hədəf. Bunu gəlin izah edin. Yəni, nə üçün soruşuruq Əbubəkir Ömər ayaqlarını yuyurmuş, dəlil gətir, sən də tapa bilmirsin. İndi oxuyacağıq o dəlil ki gətirdi, deyir orada var, güldülər də. Düz. Dəlil gətirə bilmirsən, buradan məlum olur ki, bu ixtilaf Osmanın zamanında yaranıb. Görəsən, doğrudan ixtilaf Osmanın zamanında yaranıb, gəlin baxan birlikdə. Deməli, bu Kənzul Ummal kitabıdır. Orada deyir ki, Ən ibn Malik Əd-Dimişqidəndir, deyir, Huddistu, mənə rəvayət olunub ki, Ənə Osman ibn Affan uxtulifə fi xilafətihi fil vuzu. Onun xilafətində, xəlifəlik dövründə dəstəmaz barəsində ixtilaf yarandı. Sual.
Əbu Zeyd müəllim Diqqət necəsən? edin. Yəni Əbu Bəkirin dövründə ixtilaf yox idi. Ömərin dövründə. Ömrlərin dövründə ixtilaf yox idi. Yaxşı. Nə idi görəsən əsas ixtilaf? Əsas ixtilaf ayağa məs çəkib yumaq idi. Gəlin birlikdə bir dənə ən onların mötəbər saydığı kitablardan birini müzakirə edək. O kitab hansı kitabdır? Səhih Müslimdir. Bəli. Səhih Müslimdə gəlib ki, Osman dedi ki, mənə su gətirin, su al, dəstəmaz alım. Və gətirdik ona su, dəstəmaz aldı. Fətəvəzzə. Sümmə qal. Diqqət eləyin. Diqqət eləsinlər. İnnə nasən, bir qrup insanlar yətəhəddəsun, danışırlar. Nə barəsində? Kimdən danışırlar? Kimin haqqında? An Rasulillahi sallallahu aleyhi və aleyhi və səlləm. Həzrət Peyğəmbərin barəsində. Onun haqqında əhadisə, hədislərdən danışırlar ki, la ədri mahi. Amma bilmirəm ki, nədir? Nədir? Mən Peyğəmbəri bu cür dəstəmaz alan görmüşəm. Yəni nə? Yəni, unasən. Baxın, diqqət edin. Nasən. Nas yəni nə? İnsanlar. Kimdir bu insanlardan məqsəd? Sahabələr. Sahabələr. Yəni, sahabələr Osmanın etdiyi kimi etmirmişlər. Düz. Dəstəmaz almırmışlar. Və çağırdı, dedi ki, dəstəmazı bu cür alın, ayaqlarını yudu filan. Buradan məlum olur ki, bu ixtilaf hardan yarandı? Osmanın zamanından yarandı. İndi biz də demək istəyirik ki, Osman ilk öncə ayaqlarına məs çəkirmiş. Bəli. Və kitablarda da gəlib, mötəbər kitabda oxuyacaq inşallah indi səhih mənbələrdə, Musnəddə də gəlib. Ayaqlarına məs çəkirmişsə, nə oldu yumağa başladı usta? O həmən bidətdir. Neçə dənə Osmanın bidəti var. Əli dönmədi. Həzrət Əli dönmədi. Yenə məs elədi. İbn Abbas da məs elədi. İkrəmə də İmam Həsən də məs elirdi. Amma Osman məs eləmədi. Osmanın neçə dənə bidətləri var. Bir bidəti də budur. Məsələn, qəsrdə namazı qılmaq məsələsi. Neçə dənə bidət. Yəni ustad, buradan biz isbat edirik ki, Əbu Bəkr və Ömər cənabları məs çəkirmişlər. İxtilaf yox idi. Baxın, Emil müəllim, biz ötən verilişdə də dedik ki, Həzrəti Peyğəmbər ola bilər bir sözü desin, bir səhabə bir cür anlasın, digər səhabə başqa cür. Amma bu əməli bir şeydir. Əməl gündə Həzrəti Peyğəmbəri dəstəmaz alan görürdülər. Məlum olur ki, heç kəsin zehninə ixtilaf gəlmirdi. Uzağı Peyğəmbər görməyənlər ola bilsin, onların zehnində ixtilaf. Amma Osman da görmüşdü, Həzrət Əli. Necə ola bilər ki, 2 dənə Həzrət Əli ki, Peyğəmbərin yanından ayrılmırdı. İbn Abbas, hətta deyək Osmanın özü. Necə oldu bunlar arasında ciddi bu ixtilaf yarandı? İndi oxuyacağıq. O qədər hədislər var. Ötən verilişdə də işarə elədik ayağa məs barəsində. İbn Kəsir deyir ki, bu dəhşətdir. Biz neyniyək deyir? Bu dəhşətdir. Mən o hədis ki, həmin ixtilafı oxuyun. Əvvəl Osmanın ayağına məs çəkməyi oxuyun. Bu harda gəlib? Musnəd Əhməddə. Əhməd ibn Həmbəldə İbn Teymiyyə deyir ki, Musnəd Əhmədin musnədində gələn bütün hədislər ya səhihdir, ya həsəndir. Zəif hədis yoxdur. Tamam. Yəni hədis doğrudur. Ətə Osmanu əl-məqaidə, Osman deyir, gəldi bir yerə, fədda'a bi vəzuin, bir şey istədi, su istədi ki, dəstəmaz almaq olsun, fətəmizəzə ağzını yudu filan. Sonra deyir ki, thümmə məsəhə birrəsihi və ricləy. Və daha sonra nə dedi? Dəstəmaz alandan sonra dedi ki, rəəytu Rasulallah hakəza yətəvəzzəu. Yəni, Peyğəmbər alan kimi dəstəmaz aldı. Burada da ayağına nəsə geyinmişdi filan. Yox ha, yəni dəstəmazı necə alıb Peyğəmbər? Deyir, baxın, belə alıb, məs çəkirdi. Deyib, bəzilər gəlib deyir ki, o mənə deyir, görüm, ayağın üstünə məs çəkirmiş, çılpaq. Bu elə çılpaqdır bu nəzərə çarpır. Hətta Əli əleyhissalamdan zehnə ilk nə gəlir? Əli əleyhissalamdan hədis oxuduğu zahirül qədəməyn. Gələk kimə dedik cənab İbn Kəsirə. Baxın, İbn Kəsir, təfsiri İbn Kəsirdədir bu. Gətirir o hədisləri, gətirir bir-birə deyir ki, səhihdir. Məsələn, burada var, nəzələ Cəbrailu bil məsih. Cəbrail məsdən gəlib. Bunları hamısını nəql eləyəndən sonra, burada aşağıda da gətirib deyirləri, hamısı səhihdir. 7-də məsələn baxırıq, əxrəzəhu təbərrüb bi sənədihi və mətnihi və sənəduhu səhih. 7-ciyə baxaq bir dənə.
Deməli 3 7. 7 nədir? Deyir ki, təyəmmümdə biz şey eləyirik və dəstəmazda ayaqları nə edirik? Məsləşməliyik. Çox gözəl. Daha sonra ki, gəlib bu sözünə diqqət eləyin. Deyir ki, fəhadihi bu hədislər atharun qəribətun ciddən. Olduqca qəribə hədislərdir. Yəni nə demək istəyir? Yəni bu çoxluqca bu qədər hədis açıq aydın şəkildə deyir ki, nəzərə Cibrilu bilməsh. Həzrəti Cəbrail ki bizə dəstəmazı öyrədib, gətirib, hətta hədisdə var, vaxt olmadı oxumağa ki, Həzrəti Cəbrailin dəstəmaz almağı da gəlib onların mənbələrində ki, məss edilmiş. Məssi gətirib. Bu qədər məs qəslatan və məshətan 2 dənə yumaq və 2 dənə məsdən ibarətdir. Bu qədər hədislər deyir qəribdir. Nə etməliyik biz keçən səfərdə dedik. Bizdə bu sual yaranır ki, kim doğrudur? Ona görə gedirik. Sizin etiqadınıza əsasən gedək müraciət eləyək Əbu Bəkirə. Bəli. Ömərə siz özünüz deyirsiniz ki, onların sünnəsinə. Görür ki, onlardan heç nə bizə gəlib satmayıb. Deməli ixtilaf yox imiş gəlib satmayıb. Əhsən. İxtilaf olsaydı 2 dənə həm yusun, həm mətsəksin olmayıb. Olmayıb. Biri olub. Amma Osmanın zamanında oldu. Osman gəldi, yenilik yaratdı. Hətta biz oxuduq da, əməl o Kəmzul Ummalda oxuduq ki, deyir ki, uxtulifə fi Osmanın zamanında. Özə ixtilaf eləyənlər sahabələr idi ya, sahabələr. Bura qədər aydın. Bir dənə nə qaldı bizdə? Bu gəlib bizə hədis dedi. Əlbəttə biz vaxt verdik ki, gəl bu hədisi sübut elə. Çox maraqlıdır. Deyir amma hədis var. Bəli, əhsən. Hədis var, bəzzarda. Əlbəttə bəzzarda mən hədis tapmadım. Eybi yoxdur, lap götürək bəzzardadır ki, bu hədisdir. O ki qoyublar şeydə ekranda bu hədisdir. Bunlar Emin müəllim, biz dəfələrlə demişik, bunlar Əməvidirlər və İbn Teymiyyənin davamçısıdırlar. Bəli, İbn Teymiyyə əxlaqının davamçısı. Töküb bunlar yığışdırıblar. Düz. Şək şübhə yoxdur. İbn Teymiyyə həmən şəxsdir ki, gəlib Əli əleyhissalam barəsində ən mötəbər hədislərə çatanda deyir ki, bu hədislər zəifdir, uydurmadır, yalancı, Əllamə Hilli bunu deyir. Bəli. Amma Əbu Bəkir barəsində balaca hədis yigəsinin fəziləti deyir. Bəli, doğrudur. Bəli, doğrudur. Sənədə zədə baxma. Sənəd olmaz. Baxma olmaz. Gəlin birlikdə bu hədisi oxuyaq. Səəltul Əsvədə kimdəndir? Həccacdandır. Həccac İbni Əvtad adında bir şəxsdir. Zübeyrdən nəqlir, İbn Ədidən, İbrahimdən deyir ki, Səəltul Əsvəd. Əsvəddən soruşdum. Əkana Öməru yəğsilu qədəməy. Ömər ayaqlarını yuyurdumu? Hətta burada demir, burada məsələn gəlib Ömər yusun, Osman kimi dəstəmaz aldı filan. Deməli ixtilaf yoxmuş. Nəam, bəli. Nəam, kənə yəğsiluhuma qəslən. Bir dəfə yuyurdu. Mən gələn həftəyə qədər bütün vahabilər deyirəm, gəlin birlikdə həmən o hədislər ki, gəlib, kimlərdən məhz gəlib, kimlərdən yumaq gəlib, bir-bir araşdıraq. Əhsən. Qoyaq məsələn bir tərəfə, deyək məsələn bunlardan gəlib, məhz bunlardan və səhihlərini götürək, bir yerdə burada səhihlərini götürək və müqayisə eləyək. Düz? Etibarlılığına yox, hər şeysə etibardır. Bunları görək hələm necə toplaya bilirik və bunlar kimlərdir bunu nəql eləyənlər, bu tərəfdə də kimlərdir və nə hədəflər bu və nəticə alın. Və ən əsası dəlalətinə baxaq ki, hədisin doğru olmasının ən gözəl yollarından biri dəlalətinin möhkəm olmasıdır. Mətn özü deyək ki, mən doğruyam. Biz gələcəyik inşallah, gəlsələr əlbəttə, sübut eləyəcəyik ki, o tipli rəvayətlər ki, Osmandan nəql olunub, başdan ayağa ixtilaflıdır. Məsələn, ən gözəl nümunəsi ilə burada biri budur ki, əgər doğru olsa, deyir ki, bir dəfə ayağını yudu. Amma siz Osmana baxın, 3 dəfə yumaq filan. Ki, nə qədər digər hədisin axırı nə oldu? Bəli, tamam, bu hədisdir. Budur. İndi gələk. Var yəni o hədis. Yəni biz deyirik ki, hədis gətirin, məqsədimiz deyir ki, gedin uydurma şey gətirin. Bəli də onu demirəm də, həqiqətdə var o. Yəni səhih hədis gətirin də. Biz dedik səhih yox, hətta olsa həsən gətirin. Mən indi gedib bir dənə uydurma hədis tapacağam. Bəli, biz bu hədisi çoxdan görmüşük Əbu Zeyd. Və o dayı məsələsi ki var, onu da biz çoxdan görmüşük. Allah şahidi, bəlkə də 5-6 il qabaqdan biz onu görmüşük. Bilirik də. Sadəcə bilirik də sizin cavabınız olacaqdır. Çatazada yazıblar bəlkə də. Vallahi billahi təllahi biz bilirdik ki, cavab olacaq. Çünki başqa bir şey yoxdur.
və bilirdi ki, biz nə cavab verəcəyik. İnşallah gözləsinlər, o bəhsə gələcəyik. Əhsən. Gələk bu hədisə baxaq. Bəli. Ekrana ver zaman nə xal? Bu hədisi Bəli. burada təsih eləyən şəxs özü Vəhhabidir. Aha. Gəlib deyir ki, Bəli. munqati'un hukmən. Bu hədis munqatidir. O ki, Cənab Məhərrəmov deyirdi munqati. Bəli. Yəni niyə? Çünki Həccac mudəllisun. Onların kitablarına müraciət eləyək. Mudəllis, yəni hədisi olduğu kimi nəql eləmir, Bəli. dəyişdirir orasın burasın. Məsələn, ən böyük mudəllislərdən biri də kim olub? Buxari. Əgər istəyirlərsə bu mövzuda da demirsiniz savadsızdır. Məni Emil müəllimi Şiə bir ruhanisi, ilahiyyatçı kimi tanıyırlar. Gəlin çıxın efirə. Əgər bizim yalanımızı çıxartsanız ortaya, yəni ki, bunların Şiələrin etibar elədiyi şəxsləri siz vurubsunuz da. Yəni ki, o Şiənin etibarı gedir. Doğru. Yəni Allah qorusun əlbəttə biz belə şeylərdən. Biz əgər danışırıqsa, ehtiyatla danışırıq. Nabada birdən Şiəyə bir ləkə vurarıq, bir şey eləyərik. Gəlin bəhs edin, həmən o bəhsdə ki, Buxari ən böyük müdəllis olub. Hədislərdə tədlis barəsində hətta onların hədisləri var, maraqlıdır ki, ət-tədlisu əşəddu minəz-zinə. Tədlis zinadan da pisdir. Niyə ustad? Çünki bu şəxs, yəni şey baxımından, məzəmmət olunma baxımından, yəni Həzrət Peyğəmbərin kəlamını bizə olduğu kimi ki çatdırmır, dəyişikliklər eləyir. Bu şəxs bidət eləyir. Bu şəxsin təbii ki, günahı daha böyükdür. Zinalayan özünə eləyir, nə eləyir? Amma bu şəxs isə cəmiyyətə ziyan vurur. Bəli. Yaxşı. Soruşa bilərlər bu Əbu Zeyd bəy bizdən soruşa bilər ki, yaxşı, nə oldu nəticə? Niyə bu sualı verdi ki? Sualı bu idi ki, bu nəticələrə çıxaq ki, gələk deyək ki, İslamda ayaq yumaq yoxdur. Bu Osmanın bidətidir. Bəli. Ona görə dedik. Çox qəbul elə, bizdə sizlə nə işimiz var ki? Əgər qəbul etmirlərsə Osmanın bidətidir hədisdə. Bəli, gəlin əksini isbat edin. Əksini ya sübut eləyin, danışın, ya da gəlin çıxın efirə, canlı efirə. Danışaq. Bu bəhsimiz aydın oldu. Burada ki bir şey qalmadı. Bəli. Yəni şəxsən aydın idi ustad. Yəni bəli, yəni o şeylər ola bilsin, məsələn, əziz tamaşaçıların gözündən baxasınız məsələyə. Bu aydın oldu.